Namazda hər gün deyirik Məliki Yevmiddin. Məliki Yevmiddin nədir? Qiyamət gününün sahibi sənsən. Güya buranın sahibi kimdir? Biz orada niyə deyirik? Burada demirik. Qiyamət. Çünki orada qiyamətdə hamı baş düşəcək ki, həqiqi mülkün sahibi olur. Burada hələ anlamır. Orada Allah sual verəcək məhşərə. Məhşərə verilən sualdır, ayədir bu. Limənil mülk. Mülk kimindir? Kim cavab verir? Hamı susur. Cavab verməyirsən, gəlin mən öz dilimə sahibi olum. Sən. Mən dilimin də sahibi deyiləm. Allah bir anlıq götürüb hər şeyi. Limənil mülk cavab verir, heç heç danışır. Olur hərdən yuxuda qışqırmaq istəyirsən, qışqıra bilmirsən, danışmaq istəyirsən, danışmaq istəyirsən, danışa bilmirsən, qaçmaq istəyirsən, qaça bilmirsən, vurmaq istəyirsən, vura bilmirsən. Sahibi var. Hələ xatırladırlar, böyle yüngül var, malikim var, sahibi var. Orada qiyamətdə bu baş verir. Bütün məhşərə verilən sual, limənil mülk.